2 gündür sosial şəbəkələrdə Afət Fərmanın qızı gündəmi zəbt edir. Mən də bu məsələ ilə bağlı qısaca öz fikirlərimi elə öz izləyicilərimlə bölüşmək istəyirəm. Bilirəm, bu fikirlərimdən sonra hansısa bir meymunun videosunu mənim adıma paylaşdıracaq Afət xanım və yaxud, çünki onun komandası genişdir, və yaxud mənim şəklimi bir başqa bir müğənni ilə montaj edib paylaşacaq. Mən bunları bilirəm. Olsun, Allah canını sağ eləsin. Əgər həqiqətləri eşidib həzm etməyəcəksə, Allah canını sağ eləsin. Əvvəla elə Afət xanımın öz dilindən eşitmişəm ki, atam injiner olub, əmim prokuror olub. Yəni, soylu bir nəsildəndir. Bu soylu bir nəslin son 5-i nümayəndəsi beləmi dedikoducu olur? Allah verib sizə mi notundan bir səs. Pis yaxşı 5-3 toyunuz da var. Gedirsiniz, pulunuzu qazanırsınız. Ay bacı, sənə nə evə lazımdır? Kim bic doğub, kim gic doğub? Sənə nə? Bəyəm sən bu bic doğanlar kollegiyasının üzvüsənmi? Sənə mi gəlir bunun spisoku, aylıq raporu? Sənə nə? Deyirsən ki, Vəfa gəlmişdi toya, məni gördü, getdi, oturdu qaranlıq bir sınıq şüşəli bir otaqda. Əvvəla bu bir cəfəngiyatdır. Vəfa pul alıb toya gəlirsə, bu toy yəsi ona bir samballı otaq verəcək qədər də pulu vardı. Deyək ki, burada sən həqiqəti söyləyirsən. Gör, nə qədər sən nifrət qazanmısan ki, insanlar qaranlıq otaqda oturmağı üzünə urbatlı bilir. Ayıbdır. Danışdığın xanımlar da Azərbaycan xanımıdır, sən də Azərbaycan xanımısan. İnsan öz elinin, öz vətəninin xanımı haqda belə danışmaz. Gic doğdu, gic doğdu. Yaxşıdır, sənə nə? Sevgilisi var Moskvada, sənə nə? Afətlə doğrular. Niyə insanlar sənə inanmalıdır? Hansı yaxşı əməlivə görə, hansı doğru əməlivə görə? Niyə hər zaman sən dediklərin doğrudur, amma sənə qarşı deyilənlər hər zaman yalandır, provokasiyadır? Niyə bu hansı qanunda yazılıb? Yaxşıdır valla, oturaq biz də afət, afət, afət deyək, qapımızın arasına quyruğumuz girən kimi deyək ki, zıqda mənim padruqam Afət vardı, mən onun haqqında danışırdım. Bu kinoları çəkməyin, ayıbdır, valla Afət ayıbdır. Məzəli duzlu söhbətlərində var, amma insanların şəxsisinə at çəkmədən belə olsa olmaz. Necə olur? Sən axı soylu ailədənsən, olmaz. Bunu da deyim ki, Afət Fərman qızı ilə mənim heç bir problemim yoxdur. Sadəcə vallah adamın ürəyi bulanır. Yox, bunu nə üçün edirsiniz? Yəni, niyə insanların şəxsi həyatına toxunursunuz? Nə bilim, ifşalogiya ilə məşğulsunuz? Siz də müğənnisiniz, gedin oxuyun, məclisinizi idarə edin, pulunuzu qazanın. Vallah, əgər bu söhbətlər, onları olmazı danışmağınızın səbəbi toydusa, heç bir məclis sahibi müğənni nigah şəhadətnaməsinə görə yaxud gic-bic doğduğuna görə dəvət etmir. Yəni, düşünməyin ki, siz bunları danışdıqca onların toyu azalacaq. Ona baxsaq, ən birinci Afət Fərman qızının toyu azalmalıdır. Sual yaranır, niyə? Heç bir insan dedikoducu, insanların olanını, olmazını ortaya çıxardıb danışanı öz ailəsinin içinə gətirib salmaq istəməz. Əgər insanlar sizin sadəcə ifanıza görə çağırırsa, demək boş-boş belə danışmaq lazım deyil, ayıb.